Bakı şəhəri, Nəsimi rayon Azadlıq prospekti 189A ünvanında yerləşən Nəsimi 31 MMC Mülkiyyətçiləri Müştərək Cəmiyyəti tərəfindən inşa edilən hündürmərtəbəli binada baş verən narahatçılıq sakinlərin həyatını birbaşa təhlükə altına qoyur. Belə ki, binanın 15-ci mərtəbəsində yaşayan Ülkər Quliyevanın yaşadığı bu gərginlik əsl məsuliyyətsizlik nümunəsidir. Biz Regional TV olaraq bugün hal-hazırda Bakı şəhərindəyik. Vətəndaş Quliyeva Ülkər Nazim qızı yaşadığı Nəsimi rayon Azadlıq prospekti 189A mənzil 15 ünvanından şikayətçidir. Gəlin görək vətəndaşın problemi nədən ibarətdir. 2025-ci ildən mənzildə məskunlaşan vətəndaşın evi artıq bir ilə yaxındır ki, dam örtüyündə yaranmış nasazlıq səbəbindən yağan yağışlar nəticəsində mənzil yararsız vəziyyətə düşür. Vəziyyətin ciddiliyini vurğulayan vətəndaşın əmisi Vidadi Quliyev bildirib ki, dəfələrlə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nümayəndələrinə müraciət olunsa da, problemlə bağlı heç bir ciddi iş görülməyib. Quliyev Vidadi Mahmudoğlu, bu mənzili bir il bundan qabaq almışıq. Aldığımız gündən biz bu mənzili bizə satan insanlara demişik ki, burada problem yox. Çırdaqda su damır. Su dammağına baxmayaraq dəfələrlə müraciət eləmişəm komendanta və buranın tikən MTK-nın sədrinə həmin komendant vasitəsilə sifariş yollamışıq ki, mənzilin çırdağından su damır. Bütün yağış yağan günü həmin gün bu mənzildə problem yaranır. Bu problemin aradan götürülməsi üçün komendanta müraciət eləmişik. Onun tikən MTK-nın sədrinə müraciət eləmişik. Baxmırlar. O görə mənzil o sizə müraciət elədi ki, bu məsələ haqqında siz bunu işləməlisiniz. Ümumiyyətlə, bax, bu binanın sahibi, sonra nəzarətçilər, hazırki mövcud vəziyyətlə bağlı nə deyirlər, nə kimi tədbir görməsi, hansısa vədlər verirlərmi? Dünənki gün Ziya adlı bir şəxs var, komendantdır. Burada aşağıda otağı var. Yaxınlaşmışam ona, deyirəm ki, bəli, bu mənzilin problemi nə vaxt həll olunacaq? O da deyir ki, biz mənzili satmışıq, sakinlər özləri həll eləməlidir. Hansı ki, bugünkü gündə problem yaşayırıq, bu problemi həmin sakin yuxarıda, çırdaqda o basen tikir. Basen nə vaxt tikib qutarılacaq, onda bu məsələ həll oluna bilər. Bu nə vaxt tikilib qutara bilər? Sizin xahişiniz, yəni ki, o binanın üstündəki problem aradan qalxması. Bəli, bizim xahişimiz odur ki, bu binanın üstündəki problem aradan qalsın, biz bu mənzildə sakin yaşayalım. Əsas narahat edici məqam, obyektə baxış keçirilərkən orada təmir işləri aparan ustaların deməsinə görə, mənzildən yuxarıda yerləşən mansarın dəhlizində baseyn tikilməsi üçün işlər aparılır. Onların deməsinə görə, baseyn tikintisi başa çatdıqdan sonra mövzu problem aradan qaldırılacaqdır. Hesab edirik ki, bu vəziyyət nəinki binanın, eləcə də orada yaşayan insanların həyatı üçün ciddi təhlükə mənbəyi ola bilər. Fövqəladə Hallar Nazirliyinin məsələyə dərhal müdaxilə edərək müvafiq araşdırmalar aparması vacibdir. Əks halda gələcəkdə daha ağır fəsadların baş verməsi qaçılmaz olacaqdır. Məsələ ilə bağlı Regional TV olaraq Azadlıq prospekti 189A ünvanında yerləşən binanın Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin nümayəndəsi kimi özünü təqdim edən Ziya adlı şəxslə görüşdük. O, məsələdən xəbərdar olduğunu, lakin mansarın başqa şəxsə satılması səbəbindən birbaşa müdaxilə edə bilmədiklərini bildirdi. Bununla belə, mansar sahibindən problemin aradan qaldırılmasını xahiş etdiklərini və məsələnin həftənin birinci günü öz həllini tapacağına dair söz verdi. Murad Hüseynov, İlham Seyfiyev, Regional TV, Bakı.